Günaydın. Deməli, arkadaşlar, mama səhər tezəndən gəlib. Dünən üçün işlərimizi görüb yatmışdım. Burası bugün üçün qonağımız gələcək. Xalidə gələcək qızı ilə. Bu dımbılışla oynamağa. Həm də qonaq eləyirik deyə. Mama salatı eləyir. Mən də indi tez bazar şey eləyəcəm. Nə dedim? Börək. Yadınızdadırsa keçən səfər börək eləmişdim. Bax, onu eləyəcəm. İndi istəyirəm gedim də əynimə paltar geyinim. İndi durmuşam yuxudan. Əynimə paltar geyinim, gəlim qəşəng telefonu qoyum qırağa. Bugün mama ilə mətbəxdəyik. Mama öz işinə başlayıb, dən qalıb mən börəklərim. Sonra aş pişirəsən, hə? Deməli, aş pişiririm, mama salat eləyir. Mən börək eləyəcəm. Bir də mama balıq qızardacaq. Sonra süfrəni hazırlayacaq. Mama bir də indi onlar birazdan çıxırlar, ha, tələsməliyik. Mən gedim tez köynək yenim, gəliyorum. Deməli, uşaqlar, mən birinci biberimi doğrayıram. Keçən səfər ətraflı məlumat vermişdim. Bu səfər yenə verirəm. Mən içərisinə börəyin yəni qatılanlardan şeydir. Biberdir, göy biberdir, qırmızı biberdir, sarı biber yox. Qırmızı biber, göy biber, pomidor, toyuq küləsi. Bu üçünü qatıram, mayonez vurmuram. Bir də şüyüd. Qatıb yeni qabda qarışdırıram. Arxasıca isə lavaşları sərirəm. Lavaşların üzərindən şey qatıram. Mayonez qatıram. Sonra bunu səpirəm. Dalıca Holland pendiri. Belə. Ən axırda da Holland pendiri. Əslində bunu ayrı-ayrı eləyirsən. Mən bunu ayrı-ayrı əslində kökü yiyirəm, amma ayrı-ayrı eləyirlər. Prosto mən bunu hamısını bir yerdə eləyirəm. Mən nə qədər görürsünüz bilmirəm. Bacardığım qədər telefonu yerləşdirmişəm. İndi Xalidə gələnə kimi tez bazar hazırlanmalıyım börəyimi. Gec durdum əslində, çünki səhər gec yatmışdım. Dünən sizlər üçün 1 saat neçə dəqiqəlik vlog atmışam. İnanın ki, onu montajlayınca, əslində montajlıq çox işim yox idi. Sadəcə olaraq yükləməyə qoyan zaman əziyyət çəkdim. Gec yükləndi. Onu da gözləyirdim ki, yüklənsin, atsın, sonra yatdım. 4 saat 7-də yatmışam. Bir də gecə mənim mama bir dənə aclıq gəlmişdi. Makaron yemişsən. Hə. 400-dən bir nəfər götürəm. Ağzımdan çıxıb oyuna oturmuşsun. Mən niyə götürərlər? Sözsüzsən makaronla. Mama, mən doğrayamayacam axı, çoxdur içinə. Böyük almışsan. Lavaş artıq qalır da, onu da tökək. Xırda lavaş, onu da eləyərik. Yox, lavaşım çatacaq. Biləm də, onu da eləyək, çox olsun. Mənə bir dənə lavaş lazımdır. Mən yağlı kağızı bu səfər yağlayacağım. Niyə? Çünki yapışmasın deyə. Yapışmamışlar. Keçən səfər yapışmışdı. Keçən səfər altını az qızartmışlar, ona görə. Az qızartmamışdı. Çox qızart, hə. Həqiqi? Üstü qəşəng qızarmış, altı onu yox. Ona görə də altı sulu kimi qalmış, bu yapışmış. Mama, bir də tufotbanı deyirlər ki, qızdır sonra. Qəsmən, toplu yüksək şeylə qızır. Sonra alırsan xodunu. Sonra hansı şeydə pişirsən, nə deyirlər bunlar? Dərəcədə. Hə, o dərəcədə öyle şeydir. Amma səndən bir dənə xahiş edə bilərəm. O da məbdən kapron qablıya nə olar? Arkadaşlar, hələ kimlə doğrama işini aparıram. Dən doğrayım, bitirim. Ondan sonra... Alice evdələn versin. Alice. Cəmamiyə qab ver, ona qaba. Papanım mama. Şimdi bu olar güzel. Bu. Hə, olar. Süzgəci lazımdır. Süzgəcə süzülsün. Hə, o Aysa da ağılı fikirdə görsün. Ağılı Arada qaynanan sözünə bax. Aşın suyunda qoymuşuq. Arada bu arvadın beyni işləyir. Arada. Yaşlandı da indi. Görürsünüz necə söz soxur. Dayanmır ki. Amdol Allaha dayanmır. Mənə doğrayanım niyə gətirmədin? Nə doğrayalım? Nə demişdim sənə gətir?
Deyə gətirmişəm da, deyə əlinin altında. Salat doğrayan deməlisən ha mənə. Salat doğrayan demirəm, soğan. Deməli, uşaqlar, mama salatı belə hazırlayır. Mama işini bitirdi. Bu mənim Holland pendirimdir. Bunu aparıram. Mən də burada içlərini hazırladım. Biberdir, pomidordur. Şeydir. Nədir onun adı? Hatta toyuq filesi. İndi mən ona duz istiyor töküb. Geçen. Hə, varımdır. Geçen qarışdıracağım. Değiştirəcəm oradadır. Səhv eləmirəmsə olmalıdır. Bu deyil, yox, bu şey artıq. Bu deyil, gör. Bu falqadır. İstirəcəm yox deyəm, mam deyəsən. Hə, yox. Mən bunları geçen qarışdırıb uşaqlar. Xalidə gücü çıxacaqlar, gəlirlər, hələ heç nə hazır deyil. Deməli, baxın uşaqlar, mən bu səfər fərqli elədim. Altdakı lavaşa mayonez vurmadım. Çünki keçən səfər altdakı lavaşa mayonez vuranda ceyxa su olmuşdu və altı yapışmışdı. İnşallah ki, bu səfər yaxşı çıxar. Altını səpdim, üstündən belə Holland pendiri səpdim. İndi bunu bükəcəm. Mama da burada aşını eləyir. İndi mən bunu bükəcəm, üstünü sarılıb, yumurtalayıb yığacam qaba. Vaxtımız az olduğu üçün az çəkiliş eləyə bilirəm, amma maalesef belə bu formada hazırlayıram. Çəkirim ama. Bakın görüm çəkir. Hə, fişo. Arkadaşlar, böreğimiz hazırdır. Alisa inanın ki o kadar ağlıyor ki, değil mi? Mama görür də. Mama birine yumurta çatmadı. Yumurta bırak oradan. Hə, vur. Alisa o kadar ağlayır ki adamın əsəblərinə toxunur. Değil mi? Bunun üstündə var. Bəlkə bunu götürün bura koyun. Bir dənəsinə? Hə, bir dənəsinə çat. Sən bunu yedizdir, mən özüm Bir qoyarım. dənə mama mən ücə Alisa'nı Çünki dün mən tökərəm, sən gəl. Hələ onun stolun başı qarışıb ikiləydi, gözləm ama. O şampun hardan onun əlinə keçdi? Mən verdim. Hə. Mən düşürəm, masakla düşür. Hə, sən də düşürsən. Deməli, uşaqlar, bükdüm, daha doğrusu qalan işləri də mama həll eləyəcək. Çünki mən qaçıram Alisa'nı gizdirməyə. Alice, götür yerdən gedək. Bir dənə küncütünü də çəpim, düşür. Mən səpərəm, sən gel. Hə, gel. Sonra. Ma birinci bunu qoy, sonra onu qoy, yaxşı. Uşaqlar, işimiz bitdi. Böreğimizin biri hazır. İnanın ki, Alisa ilə çox çətindir də. İkincisini qoydum. Mamanın da aşı. Burada qəşəng hazır. Stolun üstünə hələ ki şoruba falan qoydum. Mimoz salatını birazdan qoyacağım. İndi taciri göndərəm mağazaya. Geçsin bir dənə su zad alsın. Yo, iqrışqa yığmamışam o həkismə. Alisa'nın da əlini dəyişdirdim. Boynun zadını yudum. Alice bura bax. Alice bax. Didoş, ne kadar güzel kızım uçtu bu. Maşallah. Hani söz bəlkə bu da qaparıb mama. Alice sosqanı hara qoymuşsan ana qurban? Sözü anne. Mama ile o su taxta olacaq. Neyse arkadaşlar. Xalidə də gəlir artıq. Arkadaşlar. Necə görsənir börəklərim, düzün deyin. Yox, o hələ yox. Çox dadlıdır da, mən çox bəyəndim. Bir dənəsində dadına mama baxır. İstəmirəm. Bax Baxdım qəşəngdir. Duzu zadı yerim. Onu da baxdım, amma o birisindən bax, o qalana. Gözdən yerim. Dadlıdır, hə? Allah haqqı dadlıdır, valla. Hələ buralarına baxıram ha. Vallahi billahi. Gəlinin də deyə demirsən, hə? Çox Yox, dadlıdır. Allah. Duzu da yerində, istodu da. İstiyot da vurmuşam. Keçən dəfəkinə istiyot vurmamışdım. Bu səfərkinə istiyot vurdum. İndi ikinci listim pişir uşaqlar. O da buradadır. Pişsin. O da pişsin. Ondan sonra Xalidə gil çıxıblar, gəlirlər. Mimoza salatımız adımız hazırdır. Aşımız da hazırdır. Qəşəng bir dənə mama çay dəmləyərik. Buradan aşla salatı mama elədi uşaqlar. Bir dənə böreği mən elədim. Stolu qoyarıq da, qoy biraz otursun. Hələ indi çıxıblar onsuz. Çünki şeydir, adın adı. Stol da mama hazırladı. Qalan şeyləri özüm elədim. Mən evi pir sosdadım. Mama bir partiya qabları mən yudum, bir partiya mama ortalığı yığışdırdım. Maksimum yığışdıra bildiyim gələri budur. Mənim evladım ana. Az deyən ki... Nə qaysan burada? Bura gəl. Bura gəl. Git atan yanında uzan, git. Geyib oturub orada mama. Neyse uşaqlar.
İndi sen yorum oxudum. Məmişov yazıb ki, axırıncı vlogda gözəl ona qarşı olanlara çox səbirli olur. Axırda görür gözəl nəsə də axırda xoşum gəlməyən deyir, minib çapışır. Neyin baş? Deyir ki, gözəl ona qarşı səhv eləyənlərə mənə yazıb sən ki, də. gözəl ona qarşı səhv eləyənlərə qarşı çox səbirli olur. Axırda görür. Minib çapışır. Belə doğru. İndi yorumlar okuyordum. Bir de güldüğüm yorum oldu. Neredeyse bu sefer pis yorum yazmayıblar. Geçen sözler yazdım. İnsan səbir kəsası doldu, vəsə. Qızın getdi yenə güzgün şirələmək. Sənin üzün niyə qıpqırmızıdır? Aram elimi koymuştum yəqin ona göre. Neyse mama Halide hele indi çıxır. Tazi nətədir uzaq gündələ mağazaya. Görsən qızın da yatmadı gözəl. Aslında mama stolun üstüne sok koyulmalıdır. Sok alınsın. Şirniyyat onsuz da Halide şirniyyat yemir. Biz diyetadayıq. Diyetdəsiz, gecə saat neçədə makaron yeyirsən. Gördünüz bax yenə sözünü soxdu bax. Mən bunun ağayım. Bax o deyirsiniz ki Qaynana belədir. nədir bəs? Qaynana söz soxan, zarafata sözü soxur. Nə qədər yaxşı qaynana olsa da onun bir nəsə cəhəti var. Ay da sundan yanıram anacığım. Alice. Ay Allah yine ara gitti bu uşaq. Ben mamiye gel. Ali de geldi. Ben mamiye. Hayır, bebe gel. Üstüne verdin burasını. Burası nedir? Seninle bebe gelir ya aşkım. Şimdi bebe gel bebeğinle oynayarsan. Oynayarsan. Akıleme olmaz. Yaşı bebe gelir. Geçen bebe gelir. Mama kurban. Maç eləyəsən bebeğine. Bebeğim maç eləyəsən. Göre ne reaksiya Kucu verecek. eləyəsən kucu. Cid. Cid geldi. Gel. Arkamı. Ay sana kurban olmaz. Cid geldi. Ay seni yiyemez mi? Kız. Bebe geldi. Sağ ol. Sen tarafa geç. Sen tarafa geç. De bebe. Bak. Git yanına. Çok sağ olun. Kaç koy yere. Hadi bebe. Bebe. Aa bebe. Gel. Git bebeğin kucağıyla. Gel. Çıkart hadi kömeyle çıkarsın. Yaşadılar mı? Ne bileyim. Bir ay böyle bizim. Bir ay büyüdü Ali Halide'nin kızı. Ali de adı ha Halide. Ay canım. Ne düşündün sen? Ne diyeyim işte? Söz değil. Bəyəm ayma, nə bilim, nə belə. Amma normal danışmır elə. Teyze daha bak. Bebe. Maçeli bebeğim, maçeli. Alice. Maçeli oğlum mu? Şaşını bir mamaya mama. Seni danış bebeğine. Bacı. Bacım Gel. kucuyla. Kucuyla Alita, kucuyla bacım. Elinden tut getir. Ay benim istikamlı bala. Anan kurban. Mamaşa. Maçeli sen de maçeli. Maçeli bacına. Maçeli. O yanağını verir. İki sen öpküler. Ali bacım maçılı. Elinden tut Bacım Alice. Elinden maçeli. tut. Elinden tut. Tut elinden onu. Gelin buraya Elinden gel. tut, elinden. Gelin buraya gelin. Kapının Bebeğin altına. elinden tut. Gel buraya Alice. Cidora. Gel. Gel. Cidora. Gel. Alice sen de. Monten çekme mama. Ay sana kurban olayım ay kız. Ay kız. Gel buraya kızım hoş geldin sen. Allah'ın evine. Ay gel. Gel Alice. Şimdi mamasını kurban. Bebe dedin sen bebe gettin. Bak ana kurban. Azışkom sen biz oturalım. Ağa gözü. He canım. Diyorum da Taci bunlar hele kaynaşırlar. Alice kucuyla. He Taci. Adi şey al. Biz gazlı su içmeyiz. İçmişsen de her halde sen de. He naturalni sok al kola özüve al. Bir de istolun üstüne bak da indi. Şinyat aslında yemeyeceğiz. Şinyat alma. Hele su al ona. Mama şey Ali ve bunu. Alice gel. Ne bak Alice. Özel kişi mesela. Bak Alice. Alice ver mama şey ver. Ver Alice. Ay sağ ol. Ay maşallah. Ali bunu da ver mama şey. Acele etme da. Az diyen de ne kanır o. Ha ver. Koyun aslında. Ha. Alice ver. Ver Alice. Ben götüremem. Alice. Alice. Maşallah. Ay. Almak istiyorum ama diyen. Uy can. Ver bacım maması, ver bacım, ver. Ay sağ ol. Ay sağ ol. Geçen bir dersim mama tez. Gel kucayla bacını, bacın kucayla.
Git bacını kucakla. Bacını bacını. Ama uşu değmeyin. Koyun qəşə rahat özlərini indirəsinlər. Sağ ol. Spasibo. Aç değil. Güzel. Aç tamam aç. Elini döşür. Elini değişir mama. Elini değişir kızım. Az Alisa da var ama yumuşar ama giyindirəm ikisini də dərs. Tripten almıştım. Ha, ben de tripten almışam. Koyuyorum gripseni giyindirəm her şekilden çekerim. Ne? Hay can. Ne değil. Bacı doğmamış bacı. Git bacım maç ile. Tez ile. Git. Tez ile maç ile. Al şeyi. Bacın gücele Alice. Bacın gücele. Bacın gücele. Kucela bacını. Kucela. Alice bacın gücele. Kucakla. Kucakla. Gücele. Oy. Kekler nasıl ikisini? Var farklı sağlıklar ha yine. Bırak. Bırak. Maç ile ana kurban. Maçıyla öp bacını öp. Ya o şey aktar ya. Ne bilirsen o şaran. Ye. Gene ham bilsin ben buradayım ne olar ki? Gizlin olaq biz. Nəhmətə acı verməliyəm ya, yox, ravyona gediblər şeyə. Arkadaş da böreğimin tadına bakıyor. Düzündür ha mı? Özlem sen? Hı, Allah haqqı. Hı. Bir sənə? Amca otur. Hı, sən də yedin, hadi. Benim işim var canım. Ellerine sağlık. Bunun elindəkini götürmək istəyir. Alisa. Arkadaşlar, halden tuttum. Tuttum deyəndə ki, Bir ayda qatladım. evə qonaq gəlib belə yemək yeməyib işlədirsən. İşlətmirəm, Allah'la söhbət eləyirəm. Ben qonaq zət eləmədim. Xoşum gəlir də, şeydir, nədən adı, yanında kimsə olanda iş görəndə. görməyə mən də. Bax, evdə sən gəlməsəydin, mən mamayı götürəcədim. Ya Bunlara bax, bunlar sökünlər evə. Ya görüntülüyəm. Mən danışmıram, də. buranı qatlayım. İşqafını tək qatlamağım, amma heç həvəsim yoxdur. Qaynanam yaxşı bilir. Ay aman bunlara bax da. Yüzədir, mən Alisa. tərəfini sağlam. Ali sən gizlədir. Ay, cicu. Ali de. Çat elə bacıya. Çat. Çat. Sen de lalletine bebeği. Bebeği lalletine. Hoş olma. Alisa niyə qışqırırsan? Alice, o tutulkan istəyir. O içi bir imin noktu kan biraz. Alice bacım maçıla. Maçıla bacına maçıla. Libiti doldurublar. Bıy. Şalan. Bebeğin elinden tut. Bacının elinden tut. Ay kız ay kız. Yavaş yavaş. Biri oraya gir biri. Ay kız yaxşı oxu. Ha sen. Az yaxşı. Alisa. Alice bayaqdan xata törədir yenə deyəsən. Tutuzduram mən. Şey, bir dənə bax da iyisinə. İndi qoşacam şeylər. Testerlər. Ya bakın görüm kızım. Siz tuzdura bilmirsiniz uşağımın yiyinə. Gəlmir işlə. Ayda bu sənə çox bağlıdır. Ha. Orada dayanma, dağlar ki mamama gedirəm. Alisa Yavaş yavaş. başka yerde. Dayanmaz Alisa'da. Alisa öz evimizdə. İçinde nerede? Alisa öz evimizdə deyə dayanır. Alisa başqa yerdə bizsiz dayanır. O anası da normal olaraq o da anasını istəyir. Arkadaşlar, Xalidə sağ olsun, bütün şkafımı qatlalamağa mənə kömək elədi. Təşəkkür. Çox böyük əziyyət çəkdi. Köyünü mənə yükü göstərir. Mən də əlimə belə qalır. Yox, futbol şeydə o sadəcə var, normaldır elə qalmağı. Hətta Mən normal. çiğnim yoxdur, niyə bilək? Mənə də elə qalır balam. Çiğnim yoxdur, özdə. Neyse arkadaşlar, otağımı yığışdırdım. Xalidə sağ olsun. Qəşəng bir anda şişi var Xalidənin, amma belin incəlib ha Xalidə. Beli və məlli incəldib. Bilirsiniz də Xalidə də abdominal olub. Bir dənə posa qarında hə o şişdi. O da 6 ay ərzində çəkilib gedəcək. Belə amma yoxsa iki bacı ikimiz də daş kimiyik. Deməli uşaqlar, saldatların yeməkləri hazırdır. Biri Alidanın, biri də bunun. Ələ qızım. Ammiləsin, Ali sən canım mənim. Bir də balan başına baxın. Başladıq. Sən stolunda otuzdur Xalidə. Otur ora. Ali sən İşte koymursan telefonda. Ali səni də ammiləyəcək. Yo, mən ona Hə? telefon şeyləmirəm. Alice. Mən eləcə Telefonu götürüb, Mən belə istəyən belə qoşuram eləyəcəm. elə baxır.
Başlasında bak götür belə oynadır. Hə, o Alisa oynatmır, sakitə Ay, durur. kızım, gel. Yox, səndən deyiləm aşkım. Hadi abbamızı yeyəlim. Arkadaşlar, Layla bacımız da gəldi. Az oranı ki müddət. Xəstə olan mənim evimə gəlmişsən. Bircə mənlə görüşməlisən. Nətərsən canım? Bir yerdəkini tanıyırsan mı? Az uşaq. Az mən lütdə olan. Arkadaşlar Alisa yattı çünkü Alisa tez bu yarattı da. Alisa tezenden durmuştu yattı. Qonağıma gəlsin geçin. Hə, sən başın üçün sənə görə 1 saatda acığı. Qonağım gəlib sənə görə ad saxlamışam. Hayatım, o da burada. Koyayım sana. Gözlə mama gəlsin aşı çəksin. Mən aşı çəkənmirəm. Alisa yatıb yeyir. Aç da hazırlanır. Hə. Halde bilirsən də sən görədim. Mən heç bilmirəm. Bilirəm. O başqa şey ya. Üzünə vurmadan yetimin yazıqdır. Gəl mən sənin başına. Kızım tek kalıp. Kızım tek kalıp. Bana kurban. Tek kalıp. Alisa hadi. Git yat yanında. Git Alisa yatıştır. Gördüm birbirisini. Gözəl. Bütün gün ayaqqabının içində ayaqqabım qaldı, ayağım qaldı. Ayaqqabıcılar qapısı qaldı. Şeyin çırılıb, qapım çırılıb. Əsas o da özün salamatsan. Əsas o da özün salamatsan. Evet şükür. Şükür Allah'a. Nə getmirsən uşaqlara? Belə evə bilsən ki əli boş olmaz. Nə götürür? Axtardım bu dükanda. Sizin almadığınız nəsə tapıldı. Tapamadım nə? Özümün tapıldı. Yəqin ki ikisine de eyni şey almışsan da. Yəni, ayrı olar ki. Bu etek çantalarıdır. Mən razmeydən gətirmişəm. Özünüz baxın, hansını istəyirsinizsə rənginə görə. Balacadır. Balaca deyil, 3-4 yaşlı. Balacadır aşkım mən görmürəm mənim uşağımı. Olacaq. Olacaq. Sənin yanındakı. Alisa'ya. Bəs Alida? Onda rəngləri fərqli olacaq. Hə. Beləsi də var. Rənglərini çox gətirdim teziniz. Aşım altı olmuşam yazın. Əsasında mən elə bunu götürərəm. Mənim üçün fərqi yox. Əsasında böyük olsun. Prosto elə bil ki, razmerlərinə görə. Ayda qulaqlıdır bu. Bu da bunlardan yoxdur heç birində. Ne güzeldi bu. Bu şalvarı böyüyü ailədən ki də balaca şey ailəsi. Mama qapını aç, qapını aç. Mama bura get tez elə gör burada nə var az. Mama. Bunun şalvarı böyük hansıdır? Bu balacadır. Gəl götür uşağın malını xahiş edirəm. Malım. Bu Alidandır. 18 il. Bunun koftası 24'dür. Bu ailə. Bu Alidandır. Alisa'ya kofta yapışıyor. Bu da Alisa'ndır. Bunun qulaqları. Hə, bunun da qulaqları var. Elə mən bunu götürürəm. Hə. Yoxsa bu rəngini götürə. Baxansın istəyirsən. Bax da, məncə qız rəngi götür. Həmişə oğlan kimi geyinir uşaqları. Papışa vəzinə isti qalın nasıl qoydum. Bu balaca olar ha. Ayda uşaqlar alın da uşaqlarınıza. Ali də balaca Bu olacaq. 200 yaşdır. Yox. Balaca olacaq. Balaca ol, sıxacaq da. Ay, Layla sıxacaq. Allah haqqı sıxacaq. Baxın. Vallahi sıxacaq. Başın arasını sıxacaq balam. Baxın kimi görmürsən. Göz balacadır. Bax bu biri 3-4'dür, biri. Hə bu. Ürəyini sil, bunu götür balam. Yox, yoxdur. İkisi eyni şeylərdə rənglər. Eynidir. Hə. Yəni rənginə götürürəm. Ürəyi soyunub mənim fərqi yoxdur mənim üçün. Qəşəng elə bu. Mama sumkasına bax elə. Mama. Sırmalardan 5 gəlir bir qədər. Hər Hadi arkadaşlar. Bir sizə Tulip Baby mağazasında var. Hə. Gəl geçərək tam. Sağlam. Ay mama nə gözəldir. Yastıqlar, prosto bilmədim sən yastıq almışdın yoxsa yox, dükanda var idi yoxsa yox, ona görə şeylənmədim. Boyun yastıqları olur, bax onlardan var nə qədər. Açılışa gələcək də, açılışa Allah qoysa bir aç elə, gərək görək. Açışı elə o bizə sağlam. Narahat mı? Gəlib düz-düzdür 500 manatlıq xalidə 500 manatlıq mən yığacam. Nə reklam nə bir şey. Reklamda. Ayarlaq. Mən bir vaxtlar uşaqlarımız bu boyda idik xalidə. Allah'a. Olacaq. Cüngülü. Всё, buna bayıldım da Layla. Çox qəşəngdir bu arada.
Yatdırsınlar, geyindirərlər. Qiymətidir. Çox qəşəngdir. Yəni qalınlığı qəşəng. Bu əsl uşaq üçün evdə geyinməyə Bunların bu qiyməti dərslərdən mütləq alın. münasibət? Qiymət demədə özləri yazında deyərsən. Hə, yaxşı. Biz pul verən deyilik də, yəni bizdə pul verən sifət yoxdur. Əli boş gəlmirsən uşaqların yanına. Yox, ona görə demirəm. Yəni qiymətləri münasibət o mənada. Mənə dəxlisi yoxdur da, yəni bu dəqiqə. Mağazaya keçsəm pulumu verib alardım. Mağazaya getməmişəm ki, pulumu verim alım. Səhv deyirəm az. Yaxşı. Keş uşaqlardıq, biz də geyinərdik. Bizim vaxtımızda belə şeylər olmayıb ki. Şey hanım, Kaya xanım gözəl. Kimdir xayır? Deyir cənnət 2 dəfə 2 cür olmalıdır deyir. Biri də deyir öz yaşadığı uşaqlıqları yaşamadığı, amma uşaqların yaşatmaq istədiyi analar və atalar üçün. Bəli. Bizim vaxtımızda şey deyirdilər, nə dedilər? Nətər deyirdilər? Nə malı deyirdilər ay Allah. Bu yadıma düşdü. Deyəndə ürəyim üzüldüm amma. Hə, bu yadıma düşdü deyirsən. Yadına düşsün deyəcək. Neyse arkadaşlar, çantalarına bayıldım. Dursunlar, indi qəşəng geyindirərik. Hə, Alida, başıva yaraşır elə xala qurban. Paltarları yığarsan bura. Yığmamaza pap qoyacağım. Amma buna bayıldım. Bax, bunu sabah geyindirəm, aparasan Ali Sançelə. Gəl. Gözəl. Altdan biraz qalın giyindirirsən, qaldır. Hədə hə, üstdən don geyinirsən, isti saxlayır, ot kimi. Rayona gedəndə. Yəni almadığınız nə var? Gördüm əmin yaptım. Bundan ayrı da var. Bundan ayrı da var. Bəli, bu söz soxur ki, yəni uşaqlarımız bu mağazasından geyinir. Bəli. Burada öz reklamını elədi. Arkadaşlar, burada sizin öz reklamınız ola bilərdi. Burada sizin reklamınız ola bilərdi, amma burada Xalilə şey reklamı oldu, Laləmi. Amma zaten həqiqətən də mən bir yaxud Xaliləyə də dedim ki, Biz mən gözlədik başqa mi? mağazadan demirəm, Alisa'ya, Xalidə də alır şu ana başqa mağazalardan, mən amma aldım, fakt bu deyil ki, yəni o Lalənin paltarları. deyil, Lalənin paltardı bax. Lalənin. Ondan ikisində də var. Ver onu xalıya, olmaz. İkisini geyindirərdiniz. Elə yumuşuq da ona görə giyinirlər. Amma mənim şu an adı belədir ki, Pajalusta. İzmirli, пожалуйста. İdi südə, пожалуйста. Aldakı sənə nəsə verim. Börəyimin dadına bax, börəyimin dadına bax, nəsə verim. Özüm öz əllərimlə hazırlamışam. Ya Ayda gəl bura sənə bir şey verim. yaşamaq istəyirəm. Bir de turşuya bax uşağa. Ama yumuşaq, bombadır. Qata qoy yerinə, o sözünə görə. Hasta bizi süpürə açıb, ay gör. Qərdində belə şey. Yox, mən açmamışam, adamla Allaha bax, qaynanam eləyib hamısını. Bir dənə börəyi özüm eləmişəm. Əllərinə sağ ol. Qalan bütün qulluq qaynanama aiddir, Allah canını sağ eləsin. Qısmı ət pişir. O qədər isətmişəm. Bir dənəsi o aşın dadına baxın. Mənim qaynanamın həqiqətən bax, özünə görə demirəm. Çox bu qədərini çox istəyirəm. Mən ən sevdiyim yeməkdir. Çox zad istəmir Allah haqq. Bizi pus qabaqcadan Xalidiyə görə hazırlamışam hamısını. Gördün mü? Şeydir, nədən adı? Nəsə o mənim qırmızı nəsə yarıma düşdü. Qırmızı bağlı. Hə, mama gəldim amma sən də otur. Bir dənə başqa bir gətirəməcəm. Sənin bir rəng etdi gözəl oldu. Yavaş danış. Sənin getdi gözəl eləyəcək buradakilər. Wi-Fi-nin orada onsuz da ürəyə gedib. O stol gətirəm bura. Bir də evin anlamam mən ölüm. Yəni bu ev... İndi mən başa düşürsən sən həyatım. Ki, yəni ev balacadır da mənim problem... 2 dənə qız uşağım baxmışım bura. Yox, Alisa da olanda belə olur. Deyirlər ki, evi təmiz saxlamırsan. Deyirəm ki, yəni izləyicilər deyir. Mən şəxsən bu evdəyəm, çox qəşəng, təmizdir. Sadəcə olaraq, yəni balacadır deyə bu viddəyik hamısını. Amma belə bir şeydir. Sədərək bazarı. Çölə töküllərin malları 5 manat. qismət edəsin, hamısını ev belə baxır. Getdik arkadaşlar. Nəysə yeməyimizi yeyək. Mama əllərinə sağlıq. Olsun halal. Salatdan da yeyim bax. Yeyim, qıfatı öz əllərinə hazırlayıb. Gözün yox çəkir. Kim gözləyirsən? Gözəl gözləyir. Aa, xudur baz deyir, kim gəldi? Nə dedi? Sən Allah, nə dedi? Sən de. Deyir xalaya, mən deyim də. Deyir xala deyir, elə qəşəng söz deyir ki, belə yavaş deyir, amma sözü elə soxur ki, deyir adamın ruhu da incir. Adamın deyir şey, Gülə-gülə xala dedi, qəşəng söz soxur. kağıt tökür. Padurqalarım bunu hiss elədi, siz izləyicilər bunu hiss eləmədiniz. Mən incimirəm ki. Ailəyə söhbət qatan adamlardan deyirəm, mən soxmuyorum. Bunu çıxardıb, Ne dedi, odur. Ailə dağdan. bunu çıxardıb atmaq lazımdır çölə. Ailə dağdan. Az yaxşı, aş yeyib bir də burundan gələcək. Elə formada deyir ki, Allah xeyir. Ne olacak, ne olacak ama? Ne tədir? Sarabı amma soxursan sözü. Arkadaşlar çox qəşəng söhbət edir, ona görə çox vlog çəkə bilmirəm, amma narahat Aşımız da olmayın. var burada. Geçen Yeyib içib söhbət edir, o da orada öz üçün laf danışır. Alisa da qırxıncı Ne oturacak? Qapını açsam inansın geyib durğuzlar. Şu an dərolar. Allah Alisa var, onun gibi dərolar.
Görsən ağlayarım amma geyib durğuzsa. Az önce durursun. Böyle duruşalım. Hə, bir yarım saat durğuzar. Neresinde? Layla. Arkadaşlar cehizim geldi. Stand. Bunun adı neydi mama? Yok şey. TV stand. Geçen axı. Can sağlığıyla. Əla. Mama indi nə gətirir be papa? Direlin gətirir yəqin. Əla. Nə yiyir mama yenə? Alma vermişim ikisine de. Hay can, xala qurban. Başına dönüm. Gidip ver oraya. Niyə? Muselim öyle. Uşağın üzünü nətə çişdirdi, ay Allah. Matse gönder, matse gönder. Anlıq, sən adam yiyənsən həyatım. İşlemeye tercih. Hə? Maçını mı? Bir tane bir tane sıkın. İşte onunla yakınlaşanı satır senin. Ana, sən adam yiyənsən qızım. Masumdur mənim uşağıma, düşləyənə oxşuyur o. Onu dişleyipler diyesin. Sən istədin. Sən istədin xala qurban, hə? Ana qurban, sən istədin qızım. Gördün az. Deməli uşaqlar biz oturmuşuq üçümüz də otaqda. Mama da girib ayaqlarına bunların ikisini qoyub burada. Bir də gördü Ali da çığırır. Yüzünde yüzü de Gəldi gördü uşağım yapışıb Ali'nin üzündən. Yadına salma da. Adam yiyəsən ana qurban. Hele göz yatağında sırada dişleyecek güzel bakarsan evde. Masa öyrətmisən də. Ben ne okuyordum? Demirsən ki qıç elə qıç elə. Qıç elə uşağımı öyrətsən sən nə vaxt işlə. Papa gəldi getdi. Selamünaleyküm. Sen nasılsın? Papi nasılsın? Güzel bak. Baba cəmaat uşağın üzünü dişləyib sənin bu nəvin. 2 dəqiqə tək qoymaq olmur bunlar qızım. Aparaq qızı soğuk baba xalqı indi böyle döyüb. Baba bir də ona bir də tərbiyə ver. Qayın tam Xalidə telefonu daha cavan görsən yoxsa belə. Papa Xalidə. Her ikisinde de. Neyse biz getdik papili siz işinizdə olun. Bırak da onu da yerə geçsin ora. Oynasın orada. Hə. Bırak da. Get. Nasıl gelmişti? Ondan qaçır Allah döyüb onu. Gel, gel buraya bakma gel. Qaçır ondan. Gel. Ay kız. Git git. Geldi baba. Baba karşıla onu. Gel, gel tez tez. Arkadaşlar bu kişi yaradır da. And ol Allah'a yaradır. Görün ne güzel oldu. Evin bütün abu havası değişti. Azada şaxta babam var ama getirip onu geçen koyarım üstüne. Kravatın altında sen vermişim aparım sen. Yo yo şaxta baba. Hə ama onları getiresen koyarım geçen qora. Görün ne güzel oldu ay Allah. Demirsen işte koy. Ellerine Esas sağlık. Wi-Fi'ye Allah, göreydi. Allah sen bu evden eksik eləməsin Deniz Nurlan. alırsan başına düşür Wi-Fi. Yoksa siz ne göreydi şkafı? Allah seni bu evde çok görməsin. Amiko. Mama şu kimin üstündəsində başqa dinlərə mən də pis ostayım. Deyim mama aşağıda qapqaradır bax ora görəsən. Aa pis oslamaq lazımdır. Divar nə gün dedim mama. Hanı? Deyir. Hə oranı gözüm pis ostayacam. Wi-Fi kim çıkardıqdı? Amma bu papa çıxarıb iş görürdü. Bu da cəmaatın uşağını qaçırtdı. Biabırçılıq. O bunun şeyidir. Balıqıdır dəs. Çox qəşəngdir baba. Qapını. Evet arkadaşlar. Özü münasib qiymətə yığdıra bilərsiniz evinizə sizdə. Gel onu da yere koyar. Onsa sen yanvarda da sıkıntı versene. Yox, yanvarda mən öz evimə çıxıram. Nurlan, çıxan görsən mən ritual eləmişəm ki, yanvarda öz evimdəyəm, istəmirəm. İnşallah. İnşallah. Amma bir sən nə istəyərdin papa? Bir sən nə istəyərdin papuli? Divanı bu tərəfdən stol oradan qoymaq. Dinən niyə? Divan oradan. Hə. Bir sən niyə? Bu stolun yeri xaldinin böyrüdür. O divan yeri bu şkafın böyrüdür. Çox qəşəng olar da. Ben sonunda divan koysan onu ne tər açırsan pəncərəni? Orada çatmır ki divan. Divan ora çatmır ki mama. Divan başı altı çatmır. Nə açasın? Divan öyle paştı. Elə divanın üstünə çıxıb sərəcəm rahat. Divan paştı. Oradan da düş aşağı. May sən aşağı Şey düşən. stollar da. O tazak stollar kimi. Çıxdı divan başına sərdi. Az çıxan deyil. Patlamak 3-cü mərtəbədə yerə düşəcək. Baba, deyirəm qapraz özdə arası Yəni otura biraz bilməyəcək. Bəlkə xalçanı çəkə bu tərəfə. Divanı onda qoymaq lazımdır ora. Hara? Xalçanı ora çəksən ki, nə qədər çəkə bilərsən ki, işlə. Bir damcı da olsa çəkək də. Bir damcından daha şey çəkildi. Bax qızım, ora görünmür də, bura baxmasın. Bura olsa da açıqdır. Ha, onda heç nə. Divan qoyaq bura, stol qoyaq bura. Gəl onda stolu qoyaq ora. Hə, tamam. Gözlə arkadaşlar, bir dənə həll edək. Ama tut aklımız adı yok değil. Götür şuran belə get. Kamera başladı. Şuran belə get. Biz hər gün ev dəyişənlər, hər gün ev dəyişənlər. Nə olacaq?
Sürüdüm iyi ben. Kızım kaldırmam lan. Sürməyi qaldırım, ayağı qırıla divanıma. Xəstə sənsə onun içində onun. Bir addım bu tərəfə qoy, bir addım bu tərəfə. Aa, Ay Allah, ben ne danışsam? Kaldır. O sürüyə bilməzsiniz. Kaldır. Göster özünü. Bir addım. Göster. Mən kömək edeyim. Allah benim, ay Allah, ay Allah. Baba sən qoy bu tərəfə özün. Allah'ı billahi götürebilmem. Mən dedim şu masaya qızatdır. Deyə demədim anne. Haydi dumanı yemedim. Haramı? Oranı eləmişəm, az təmizləyəmiş. Xalçamı qırışdırdı, ay Allah. Ana qıban, pajalosta, izin. Hə, get açsın, get açsın, get açsın. Get açsın. Çıxar, al. Al. Layla bat, xalasını kutuq alıb, sımka alıb. Bura indi qaldır apar. Bilirsən. Səpməz, sən də səpdi bu dəqiqə belə. Yaxşı, bu kimindir be? Bu mənim dırnağımdır. 7 il bundan qabaq qoydurduğum dırnaq. Buranın vidinə bax da sən Allah. Hə, balam. Tacir dedi, nə vaxtın oldu evə gəl ay uşaq. Yo, yo, heç sən. Yo, yo. Hə, yaxşıdır o qədər. Yox, ama. Stolu da gətir qoy buradan. Mayonez var, mayonez var. Oraya özüm aram, heç oraya ehtiyac yoxdur aralamağa. Bir dənə bu Alisa, buranı eləmişsən mi? Eləyəcəm də stol taxandan sonra. Stoldan Mənim divamın altı həmişə tərtəmizdim amma. daha şey, ki bana kokusu var. Ya ben bir yüz çıkmadım. Yaxşıdır. Deyirəm də ora şkaf lazımdır valla. Məncə divan qaytar yerinə papa. Bilsən niyə? Çünki biz divana udintili qoşuruq. Hara qoşacam onu başıma? Ürün tüylüyü bu qoşursun da. Bu. Hə, onu birini çıxardıb qoşaram orada. Pis deyim amma. Yaxşıdır. Ama biraz o tarafa çeksen ya. 5 qısa eləyim, yəni baxın arkadaşlar. Məncə belə daha qəşəngdir. Elə yaxşıdır. Oradan durmaya çəkməyə. Bu Əladır. arada bəzi ağzı görsələr yıxı sürüyorlar. Yəni nurlanırlar. Gözlərdən pul Allah ki, çox qəşəng yorumlar oxumuşam mən. Nurlan gözlərdən pul istəyir. Alice. Bu kişi Bax bu kişi bugün bax bu şkafı yığıb gətirib. 1 manat da pul verməmişəm, canınıza sağlıq. Sən də, mən sənə deyirəm ki, məndən normalda pul istəmirsən. Kamera alsan ki, pul desən cəmat sən. Necə ki, cəmat mən şey... Kamera alsan kimi coşuram özümə şey bilmirəm. Niyə demirsən bu cəmaata təhlikdə demirsən ki, ay bala, bu kişi məndən hava pul alır. Yalansa sənin, hə? Dünən mən vloqa demədim ki, sən məndən normalda pul istəyən adam deyirsən. Vloqu açan kimi istəyirsən. Sən də qayıtdın dedin ki, vloqu açan kimi istəyirəm ki, verəsən heç olmasa. Özün yerə görə Sonra deyirəm mən sənə. Demirəm ki, pul ver. Yaxşı, onda sən də təhlükdə nəinki, yəni gözəl orada oynadığı kimi deyil ha. O həmişə deyirəm da ki, Oynadığı kimi deyir, əslində olduğu kimidir. Oynadığı nədir? Şey, monitor, şey nədir, telefon arxasında duran məndən başqası söhbət edir ya. Yox, burada deyir ki, o demək deyil ki. qırğındır. Biz dava eləmirik ki, biz zarafatlaşırıq. Hər günkü Hər diyalogumuzdur. bir-birini, hər gündə bunlar varırlar. Valla qırıb zad eləmirik. Niyə qırıq şükür Allaha? Qırsan mənim evimə bu cür mebel yığıb gətirər. Yoxsa nəsə göstəriş üçün yığıb gətirir. Nə göstəriş üçün yığsın ki? Pulu gözəldən istəməliyim də. Gir kimdən? Valla da qoca kişidir. Mahmudun qızını istəməyə deyirəm. Arkadaşlar mən həmişə Mahmud demişəm. nasıl pul vermək? Vermişəm də. Bəlkə vermirəm. Deyirəm verməlisən də. Və orada niyə deyirlər ki, o istəyir gözəl. Amma biz sən niyə lüt görsənir? Çünki stolun üstündə heç nə yoxdur. Gəl stolun üstündə şeylərini yığ, ona qədər dolu Deyirlər kişi göstərəcək. istəyir gözəl vermir. Nə qədər sırtıq adam deyil. İstəyir vermir. Görünür, şkaf koysa yaxşı olar. O şkafı düzəltdim mən sənə gözəl. Güzəlliyin Yox, zarafatdır. İnanmısan, bax çək. Bax buranı da çək. Onsuz da həqiqətən o tamamlanmır.
Yok diye çıxacaqsa bir ay görə. Yox, mən istəmirəm. Çıxacam papa, zarafat eləmirəm. Mən Allah qoysa. Çıxanda da parçasında evdə qaplarını hara yığacaq? Ama qoşa şkafdı da, servant kimi şeydi. Ne kadar lazım. Pulum yoxdur papa. Allah haqqı yoxdur. Vallahi yoxdur. Var edirəm, ağlamıram. Prosta ki, yəni o mənim üçün bir dəqiqə artıq rasxoddur da. Ya həm də ki, mən ora nə yığacam? Mənim ora yığacaq suyun yerim yox, bir şeyim yox. Ona bir dənə. Yəni bir dəqiqə mama, ondan vacib o məsəl üçün deyə onun pulunu verərəm. Misal üçün, onun getdiyi xərci verərəm. Ona vacib çox şey var Füsat. Lazım deyil da. Hə. Tamamlamanın görə deyil neysən. Əşya yaxşı, niyə kiraya qalırıq da? Sextət də qap, havaqsı şey var. İnşallah. Amma televizor altına söz ola bilməz papa, super, əllər və sağlıq. Allah əziyyət verir də qoymasın. Mən qapı axtardım. Ay bu qapı. Çox qəşəngdir Onun Allah. orada Adamın əli gəlməz də, yəni onu mən bu evdə qoyub çıxa bilmərəm. Gələcəkdə öz evimə də apara bilərəm. Özdə televizorumdan çox qəşəng gedir. yani olsa bir televizor qoyasan. Superdir. Gələcəkdə televizor biraz aşağıdan vurarıq, onu da biraz aşağıdan vurarıq. Elə belə məncə superdir papili. Əslində belə yaxşıdır. Hə, belə əladır. Alisa yani satmıyor. Rütkaya da satmayacak. Düşün göre Rütkaya satıyor, Alisa'nın yani satmıyor. Ma sən mənim uşağıma fuldadın, mənim gözümün qabağında. Ayş bak. Ama gel buraya. Gel buraya gözümün başında eğildi. Mama sən mənim gözümün qabağında mənim övladıma fuldadın. Olmaz, Aris var. Ora dəysin də, orada nə işi var? Dəymə. Bir dəfə dəyəcək, ağıl başına gələcək. Necə çıxın oturun orada indi va? Nurhan öyrətmə onu. Mama, baba öyrətmə də, baba sonra başımızı xarab eləyəcək. Nəysə arkadaşlar. Sadəcə də gəlsin görək başımıza nə iş gəlir. Bir dənə bu torpağı bunu da yığışdırarıq. Hə? Niyə Arifə göydən düşüb? Alisa böyle. Boşuna dönün sonra. Ama divanın yanında yaxşıdır orada yazsan. Ne danışsan ona kızım? Kim düşürürsən aşkım? Düzdür, anne düşürdürsən. Az ağlayır da bilirəm ki nə istədiyin. Mama onu da gət koy bunun böğründən. Ağzına kurban olun. Anacan, deyib bunun böğründən. Yo oradan yo, öyle öz yanından. Neysən? Niye koydu oranın önüne? Üstü oldu da. Allah Allah. Anne Maşa Allah koy oradan yerim sıxıldı. Gözə pərdə qalsın belə buradan çəkib basarsan da. Yox, niyə bir dəqiqəlikdə belə çəkim sözün verirəm dalına? Məndən olsun var ya Allah haqqı. Divanın yeri bir sən ha, düz pəncərə ilə üzbəüz. Yox, amma bura çox boş qalacaq. Ora uşağın oyuncaqları var axı. Yo. Nətər pəncərə ilə üzbəyiz? Belə də biraz belə, onda gör evinə səliqəli görünəcək. Yox, amma yox. Divan yeri buradır. Onu gitse orada boş kalır yalınlar havaya. Orada oynayar da uşaq. Yox. Bırak o ya, burada oynayar. Hem de televizyona yakın bu. Elə bir şey yarım çıxıyor. Bu şəkil burada ona görə. Bu şəkil ora basaq. Ağzımı üstünden de. Nə qayıt? Acar hə, yatıb durub da hə mama. Nə istəyirsən, nə? Köskünləri yola salırım arkadaşlar. Bizi geri yola savursan öyle savur. Bu vakti Bu arada uyuma. şeyi buradan koyduk, divanı buradan. Mama ilə buraları biraz yığışdırdıq. Biraz yox, xeyli yığışdırdıq. Yeməkləri falan hamısını yığdıq xaladenliyə. İndi mən Alisa'ya toyuq qoymuşam, qaynasın, pişirəcəm. Evimizin belə göstərməyinə baxmayın, hal-hazırda anam cadugarlıqla məşğuldur, üzəri yandırıb. Şakir, bir dənə yeni dişləri də göstər, baxsınlar. Bir dənə gülüş saç. Ekrana bir dənə gülüş saç. Olmaz. Gözə o xaladenika qoyarsan, tutulmasın. Bize bir yana da vurma. Arkadaşlar Alisa Şakir'e bir dənə qulağın dibindən bir şillə qoydu. Bilsəydim çəkərdim onu, amma bilmədim elə vuracaq. Yoxsa çəkərdim. Getdi dizdirməyə övladını. Alisa'nın pisoskasına bir dənə baxın. Kimin elə pisoskası var? 5 saniye vardı yoksa Alice'in de var. Ay tələdir. O sürmədir, yoxsa başına tutmaz onu elə yığmaq. Yox, möhkəm yığmamışam, can boş yığmışam. Özün nasıl yığmışsan ora? Hələ yox, hələ başlayacaq. Orada sən nələr gözləyir oran? Birazdan dolduracam. Nə gözləyir? Saat 12-də və gəlin sən qanlı içərəm ha. Meydandayıq da.
Dedim de sənə. Alice dur. Da çıxın da tay. Uy. Uşağın ağzıma götür. Mama, Gel zorafları götürüm oradan. Yerə çıxıb. Zorafın tayı düştü götürdü bir tane baktı. Devam. dedim düşün bu ikisi de düşsün de. Zorafdı. Neyse gittik gideceğiz yere kalsın. Bunu kim alacaq qucağına? Simenimiz pürkən olacaq. Sen burada Qalsan kalsan altında da. mən etibar eləyə bilmərəm. Yatmaqla vurdu şanın gözünü çıxartdı. Çay verirsən, şa götür. Aç. Mazibil, babalar hamısı zibildi ya. Benim özümün beşim var. Bak. Arvadın atası zibilləməsin. Hadi, gidin. Videomuzu beğendinizse like atıp. Papa sizden küsübü uşaqlar deyir, mən ancaq pul bir kimi tanıyırlar. Bir ons deyirdim ama yüzüme vurmaya ihtiyaç yok idi. Hadi arkadaşlar sabah görüşerek inşallah. Bye bye.